Hər kəsə salam. Bugün biz bazar günü keçirdiyimiz sınavın izahına baxacağıq. Birinci A variantının izahına baxaq. 46-cı suala. Deməli, burada riyazi əməllər sualı verib. A 7-yə bərabərdir. B-ni isə 9-a 1, yəni bu içəridəki B üstəgələk B bölü 2-ni 9-a bərabər eləyib misal həll etməliyik. A-nı yerinə 7 yazsaq burada. B-ni isə B üstəgələk B bölü 2, yəni 1B buradadır, yarım B də burada. 1,5B bərabərdir 9-a. 1,5B əgər deməli 9-a bərabər eləsək bunu, B bərabər neçəyə? Təbii ki 6-ya bərabərdir B. B-yə tapırıq buradan 6-nı. 7 vuraq 6 üstəgələk 3 vuraq 6. Yəni 42 üstəgələk 18 bərabərdir 60-a. 47-ci sualda şəkillərin fırlanması haqqında bir sualdır. Deməli bax bu şəkil buradakı 90 dərəcə fırlanırsa saat əqrəbi istiqamətində. Digəri isə bu da elə bir ki öz ox ətrafında 45 dərəcə fırlanır. Baxın, buradan bu istiqamət saat əqrəbinin əks istiqamətinə gəlib 45 dərəcə. Belə olub. Buradan təzədən bir də fırlanır. Bu formada düşür. Biz indi bunu burada həll etməyə çalışsaq, deməli, baxın buradan 45 dərəcə fırlanıb gəlib buraya. Deməli, bunun içərisində bir dənə həmin o qaradan var, üçbucaq qaradan var. Bu da saat əqrəbi istiqamətinə 90 dərəcə fırlanır, bu formanı alır. İndi biz bu şəkli bir də çəkməyə çalışsaq, bu şəkli 90 dərəcə fırlanana gəlib buradan çəksək, bu deməli, olacaq bax buradan. Bunu 90 dərəcə yuxarı çevirsək, bu hissə oldu qara. Bu aydın məsələdir. Digəri isə bunun bu içərisində olan 45 dərəcə fırlananı isə öz istiqamətində buradan fırlatmağa çalışsaq 45 dərəcə fırlanacaq buradan və bu üçbucaq xətti gəlib bura düşəcək. Bu da bizdə Y variantına uyğun gəlir. Bəli. 48-ci sualda cədvəl suallardır. 5-dən 16 və 16-dan 49 almaq üçün nə edirik? 5-i 3-ə vurursa 1 gəlirik 16, 16-dan 3-ə vurursa 1 gəlirik 49. 9-dan 29 almaq üçün isə 3-ə vurursa 2 gəlirik. 29-dan 89 almaq üçün yenə 3-ə vurursa 2 gəlirik. Burada isə 15-dən deməli burada nəmişik? 3-ə vurduqsa 1 gəldik, 3-ə vurduqsa 2 gəldik. Burada olmalıdır 3-ə vuraq üstə 3 gələk. 45-i 3-ə vurursa 3 gələndə 48 eləyir. 48 də 3-ə vurub üstə 3 gələndə 144-ün üstə 3, 147 eləyir. Bəli, cavabımız olacaq B variantı. Sonra 49-cu sualda. Rebus suallardır. Bax, burada Pifaqor ədədləri var. 2 ilə 3-ün cəmi 5, 3 ilə 5-in cəmi 8, 8 ilə 13-ün cəmi 21, 21 ilə 13-ün cəmi 34, 34 ilə 21-in cəmi olacaq isə 55. Biz K55 tapırıq buradan. İndi digərini tapmaq üçün, L tapmaq üçün. 1-i 2-yə vurub, üstə 1 gəlir 3 eləyir. 3-ü 2-yə vurub, üstə 1 gəlir 7 eləyir. 7-ni 2-yə vurub, üstə 1 gəlir 15 eləyir. 15 2-yə vurub, üstə 1 gələndə 31. 31 55-in cəmi 86 eləyəcək. 52-ci suallar mətnə aid suallardır. Şaxta baba yeni il şənliyə gələn uşaqlara yaxınlaşaraq torbasındakı hədiyyələrdən götürmələrini təklif elədi. Şənlikdə olan uşaqların 60% torbadan oyuncaq maşın, 50% gəlinci götürdü. 3 uşaq həm oyuncaq, həm də gəlinci götürdü. İndi aşağıdakılardan hansılarını müəyyən etmək mümkündür? Gəlin buradan Venn diaqramı çəkək. Venn diaqramında biz qeyd eləyək ki, bu maşınlara aiddir, bu da gəlincilərə aiddir, bu da hər ikisinə aiddir. Hər ikisinə dedik ki, 3 nəfər var. 3 nəfər hər ikisini götürüb. İndi bizə verib 60% oyuncaq, 50% gəlinci götürdü. Gəlin özümüzdən bir rəqəm qoya bilək buna. Məsəl üçün 10 qoyaq. Ümumi uşaqların sayını deyək 10. Çünki 60 ilə 50% tapmaq üçün 10 daha münasib rəqəmdir. 10 nəfər uşaq var. Deyir 10 nəfər uşağın 60% torbadan nə götürdü? Maşın. Onun 60% neçə eləyir? 6 eləyir elə. 3-ü buradadır. 3-ünü də buraya yazsaq, yalnız maşın götürən uşaqların sayı 3 nəfər, həm maşın, həm o gəlinci oldu 3 nəfər. Cəmi elədi 6 nəfər maşın götürüb. Sonra deyir ki, 50% gəlinci götürdü. Onun 50%-i 5 eləyir. 3-ü buradadır, 3-ü gəlinci götürüb buradan. 2-sini götürdük, burada qoyduq, elədi 5.
Deməli, 3 nəfər hərsini götürüb, 2 nəfər isə yalnız Cəndiz götürüb. Neçə nəfər hədiyyə götürməyib? 2 nəfər. Qaldı. Çünki bunların cəmi 8 eləyir. 10 nəfərdən 8 nəfər çıxanda qalır 2 nəfər heç birini götürməyib. Yazırıq heç. Bu belə. Deməli, 10 nəfər olanda 3 nəfər yalnız maşın, 2 nəfər yalnız gəlincik, 2 nəfər isə heç birini götürmədi. Gəlin bir də buna 20 deyək. Görək 20-də neçə alınacaq. Buna bir dənə Venn diaqramı çəksək, 20-yə aid. Yenə maşın, gəlincik və bura yenə 3 yazırıq. İndi yenə 60% deyirsə, 20-nin 60% neçə eləyəcək? 12 eləyir. 3'ü burada var, 9'u da buraya yazsaq, elədi neçə? 9 nəfər yalnız maşın götürür, 3 nəfər hərsini götürür. Burada 9-un ötüncəmi 12 elədi. 12 nəfər ümumiyyətlə maşın götürüb. 50% gəlinci götürürsə, 20-nin 50% 10 eləyir. 3'ü buradadır, 7-ni qoyduq bura. Deməli, 3-dən 7-ni də cəmi eləyəcək 10. Bəli, 10 nəfər də gəlinci götürür. Bunların cəmi neçə eləyəcək? 19. 9, 3, 7 eləyir 19. Deməli, burada da 1 nəfər heç bir hədiyyə götürmür. İndi bir dənə də 30'u yoxlayaq. Görək necə alınacaq. 30'u da buradan yazaq. Deməli, yenə maşın, gəlincik. 3 nəfər hərsini götürüb. Deməli, yenə 30'un 60%, 18 edir. 3'ü buradadır, qaldı 15 nəfər yalnız maşına. 50% deyəndə 15 nəfər eləyir. 3'ü buradadır, 12 nəfər də yalnız gəlinci götürür. Bunların cəmi 30 edir. Deməli, 0 nəfər heç birini götürməyib. Yəni, hər kəs oyuncaq götürüb. 40 qoysaq artıq böyük eləyəcək, daha çox eləyəcək. Elə bir uşaqların sayı oyuncaqların sayından daha çox olacaq. Ona görə düzgün gəlməyəcək. İndi biz şərtləri yoxlayaq. Deyir ki, heç bir hədiyyə götürməyən uşaqların minimum sayını tapmaq nə deyir bizə deyir? Hansı mümkündür? Hə, heç bir hədiyyə götürməyən uşaqların minimum sayını tapmaq mümkündür? Bəli, 0. Hətta 1. Tapmışıq yəni. Bu düzdür. Şənlikdəki uşaqların dəqiq sayını xeyr, 3 dənə say vermişik, bu dəqiq deyil hansıdır. Gəlinci götürən uşaqların minimum sayı 2 idi bayaqlar, bax tapdıq. Minimum 2 nəfər var. Burada 12, burada 7. Bunu tapmışıq. Oyuncaq maşın götürən uşaqların maksimum sayını, bəli, 15. Ümumiyyətlə hamısı bir yerdə 18 nəfər götürür. 18 nəfər maşın oyuncağı götürmüşdür. 30'dan yuxarı rəqəm verə bilmir deyə, maksimum 18 götürməliyik bundan. Deməli 400-dür. Və Şaxta babanın toplantısındakı hədiyyələrin minimum sayı da tapmışıq. Birinci tərəfdən tapmışıq onu. 3, 3, 2, 8 dənə. Deməli, 2 nəfər də ümumiyyətlə hədiyyə götürmür. Dediyimiz kimi. Deməli, 1, 3, 4, 5 cavabı bizdə düzgün cavabdır. Deyək ki, hansı mütləq doğrudur? Həm maşın, həm gəlinci götürən uşaqların sayı heç bir hədiyyə götürməyən uşaqların sayından çoxdur. Həm hədiyyə, həm gəlinci, həm də maşın 3 nəfərdir. Heç bir hədiyyə götürməyən uşaqların sayı maksimum 2 nəfərdir. Yəni, bəli, baxırsan ki, 3-2-dən böyükdür. 1 düzdür. Yalnız gəlinci götürən uşaqların sayı həm maşın, həm gəlinci götürən uşaqların sayından çoxdur. Baxırıq. Burada 2 ver belə. Burada 2 veribsə, burada 3 verib. Mümkün deyil, yəni. 2-3-dən böyük ola bilməz. Onca bu səhvdir. Yalnız maşın götürən uşaqların sayı həm gəlinci, həm də maşın götürən uşaqların sayından çoxdur. Xeyr, bax, burada bərabər verib. Yəni, bu mütləq doğru deyil onda. Bu da səhvdir. Heç bir hədiyyə götürməyən uşaqların sayı yalnız gəlinci götürən uşaqların sayından azdır. Az deyil. Burada bərabərdir, bax. Birinci şərtdə vermişdik, 10 vermişdik. Burada 2, burada da 2. Bərabərdilər. Bu da səhvdir. Və Şaxta babanın toplantısındakı hədiyyələrin şənlikdəki uşaqların sayından çoxdur. Şaxta babanın toplantısındakı hədiyyələrin sayı şənlikdəki uşaqların sayından çoxdur. Bəli. Çünki buna bax. 2, 1. Bu deməkdir ki, bu şərt düzdür. Cavab olacaq 1, 5. Yalnız gəlinci götürən uşaqların sayı ilə heç bir hədiyyə götürməyən uşaqların sayı eynidirsə, yəni bununla, bunu deyil, eynidirmi? Yalnız birinci şərt eynidir, elə. Və deyək ki, bizə neçə uşaq oyuncaq maşın götürüb? Neçə nəfər oyuncaq maşın götürüb? 3, 3, 6 nəfər. Cavab oldu B variantı. İndi 53-cü sualda deyir ki, 0.36, 0.36, 0.72 verib bunu. Buna belə belə bölsək, indi necə həll edəcək bunu? 0.36-dan 0.36 almaq üçün nə edirik? 1-ə vururuq. 0.36-dan 0.72 almaq üçün 2-yə vururuq.
0.72-dən 216 almaq üçün 3-ə vururuq. Elə bir ki, bu 72-nin 3-ə vursanda 216 eləyir. Bunu da 4-ə vuranda eləcək 8, 64. Yəni D variantı. 54-cü sualda görürük ki, birinci, bax bu fiqur yuxarı baxırsa oxu. Deməli, bunu 90 dərəcə bu istiqamətdə fırladıb. Sağ dəqiqəbinin əks istiqamətində. Bunu isə, bunu da oxu yuxarı baxır. Deməli, bunu da sağ dəqiqəbin istiqamətində fırladıb elə. Hərəsini bir tərəf fırladır, amma ikisi də yuxarı baxır oxları. İndi biz buna uyğun olaraq aşağıdakını da eyni eləməliyik. İndi bunun aşağı çevirsək 90 dərəcə belə baxacaq, bax ox. Ox aşağı baxacaq. Eyni qaydada bunu isə yuxarı çevirsək, yəni buradan tutub yuxarı çevirməyə çalışsaq, bunu da ox aşağı baxacaq. İki oxun aşağı baxda cəmi deyilən variant var, D variantı. 55-ci sualda, qeyri-aşkar sualdır. 18, 30, 33 verir. Deməli, 18 almaq üçün 6 dəfə 3 tapırıq. 30 almaq üçün 6 dəfə 5 tapırıq. 31 tap, 33 tapmaq üçün 6 ilə 5-i toplayırıq, 3-ə vururuq, tərsən çeviririk. Yenə 33 eləyir zaten. 6 ilə 5-in cəmi 11 eləyir, 3-ə vurursan 33 eləyir. Sonra 4 ilə 3-ün cəmi 7, 7-nin 8-ə vursan 56, tərsi 65. 3 ilə 4-ün cəmi 7, 7-dən vursan 9-a, 63, tərsi 36. 5 ilə 5-in cəmi 10, 6-ya vursan 60, tərsi 0,6. Bax, bunu bəzi uşaqlar 60 özmüşdülər. 56-cı sualda. Əzmkar, səbirli, tənbəl, savadlı. Deməli, burada cavab olacaq necə? Tənbəl. Çünki digərləri müsbət mənalı xasiyyətlərdir, xüsusiyyətlərdir. Burada ilan sürünən verib. İlan sürünənlər sinifinə aiddir. Quş pingvinlər sinifinə aid deyil. Delfin balıqlar sinifinə aid deyil. Ceyran, maral deyə bir sinif yoxdur. Timsah məməli deyil. Timsah sürünənlər sinifinə aiddir. Və burada olacaq qarışqa həşərat. 58-də və mizraq lövhəsi C nöqtəsi, mərkəzi C nöqtəsi olan 2 konsentrik dairədən ibarətdir. Şəklə təsvir olunduğu kimi, yəni. Dairələrin radiusları 2 və 3 desimetrdir. Deməli, bu 2 desimetrdir. Bu da 3 desimetrdir. Təsadüfən atılaraq lövhə sancılmış mizraqın rənglənməmiş sahədə olma ehtimalı nə qədər? Yəni, bu hissəni soruşur bizdən. Ehtimal nə qədərdir? Gəlin, biz əvvəlcə dairələrin sahələri nisbətini tapaq. Böyük dairənin, deməli, pi r kvadrat olmalıdır. Elə, pi r kvadrat. Yəni, yuxarıda da pi r kvadrat olmalıdır. Pi r kvadrat deyiriksə, 3-ün kvadratı 9 olur. Buradan. 9 pi. Burada da 2-nin kvadratı 4 pi. Pilər zaten burada gedəcək. Burada getdi mi bunlar? Qaldı nə? 9-da 4. Biz tapdığımız 9-da 4 rənglənməmiş hissəyə olan düşən hissədir. Rənglənmiş hissə desəydi, birdən tamdan yəni çıxacaq 9-da 4, tapacaq 9-da 5-ə olmalıdır. Yəni əgər rənglənmiş hissəyə desəydi, bəli 9-da 5 idi. Bizə rənglənməmiş deyir, ona görə biz 9-da 4-ü götürməliyik buradan. 59-cu sualda təhsil, vasitə və tələbat verib. Təhsilə 1-2, yəni birinci və ikinci hərflər tədir. Burada 5-ci və 6-cı hərflər tədir. Burada tə olan hansılardır? 1, 2, ə hərfi 4-cü, t hərfi 7-ci. Elə bir ki, t ilə ə-nin mövqeyini göstərir. D variantı. 60-cı sualda zoologiya, heyvan, kinologiya. Kinologiya itlərlə bağlı olan elm sahəsidir. Kinologiya kino ilə bağlı olan elm sahəsidir. Atlarla hippologiyadır. Yəni, bəziləri at götürmüşdür burada. T2 anaqramı həll etməklə verilmiş sözlər üçün, bax bu şərti diqqətlə oxumaq lazımdır. Ümumiləşdirici anlayış deyir, deyil mi? Davam elə. Ümumiləşdirici anlayış deyir. Baxırsan bura. Sərçə, kalibri, qartal, qul. Bunlar nədir? Quş. Bu qədər. Yəni burada nə bilim, başqa şey götürməyə ehtiyac yoxdur. Bizdən nə istəyir, onu götürməliyik. Ümumiləşdirici götürməliyik. Sonra 60-cı sualda minimum x istəyir bizdən. 9 ilə 14 biz harada qoya bilərik? Burada elə. Çünki baxırıq ki, bu aparf yerinə qoyanda 14 9-dan böyükdür. 9-un kvadratından çıxırıq 14-ü. Yəni 67 deyil mi bu? 81-dən 14 çıxanda elə 61. 61, yox 67 daha doğrusu. Tapdıq bunu 67.
67 ilə x-i biz harada qoya bilərik 92 alansın? Təbii ki, burada qoymalıyıq. Çünki minimum istəyir. Hafif yuxarıda qoysaq 67-nin kvadratına elə bir rəqəm çıxmalıyıq ki, 92-ni ala bilərik. Çox böyük rəqəm eləyəcək o da. Bizdən minimum istədiyindən öncə burada qoymalıyıq. 67 və ondan balaca bir rəqəm qoyacaq b-yə. 67 üstəgələk b kvadratı bərabər 92-yə. İndi 92-67 çıxanda 25 eləyimi? B kvadratı əgər 25-ə bərabərdirsə, B nəyə bərabərdir? 5-ə. Tapırıq ki, B burada, B dediyimiz yəni x-də. X bərabərdir burada nəyə? 5-ə. 63-cü sualda 23 ilə 96-nın cəmi eləyir 119. 119-un rəqəmlər cəmi 1, 1, 9 eləyir 11. Burada eləyir 121, 121 rəqəmlər cəmi 1, 2, 1 eləyəcək 4. Və burada 61, 33-cü cəmi eləyəcək 94, 9 ilə 4-cü cəmi 13 eləyir. 64-cü sualda bizə verilmiş sudoku verir. Yəni, buradakı hərfi tapmağımızı istəyir. Baxın, eyni sətir və sütunda demişik ki, eyni hərflər ola bilməz. Eyni hərflər və ya eyni rəqəmlər ola bilməz elə. Ona görə burada F var, B var və A var. Biz variantlardan F, B, A-nı çıxa bilərik. F, B, A. Bunları çıxandan sonra bizə qalır Y var. Y yəni A variantındakı Y-dən söhbət edir. Burada ümumiyyətlə variant verilməyib, variant düşməyib. Amma A variantında Y verib. Bəli, cavab olacaq A variantı. Həll etsək belə, cavab yenə Y çıxacaq. Sonra 65-ci-də. Burada 72, 26, 34, 60 verir. Burada biz nə edə bilərik? Rəqəmləri cəmləyə bilərik. 9, 8, 7, 6, 5, 4, 3. Burada 2 də yaza bilərdik. Prosta baxırıq variantlarda rəqəmlər cəmi 2-yə bərabər olan bir ədəd yoxdur. Ona görə nə edirik? 10 yazırıq bura. Buradan başlayır elə bir şey getməyə. Buradan fırlanır. 19, 8, 7, 6, 5, 4, 3. Rəqəmlər cəmi 10 ola bilən 64 var. 66-cı sualda. Deyir, kubun bağlı şəklini tapın. Baxırıq A variantına. A variantında bunlar ümumiyyətlə qarşı üzdür. Bir üzdə görsənməz. Ona görə səhvdir çıxdıq. Sonra burada yenə eyni. Qarşı üzləri bir üzdə verib. Baxırıq buna. Burada hər halda bunun qarşı üzü ağdır, bunun da qarşı üzü ağdır və bunda hər ikisində də ağ olduğu üçün heç biri bir üzdə görsənə bilməz yəni. Yumru, üstəgələk və ağ bir üzdə heç vaxt görsənə bilməzlər. Sonra, çünki hər ikisi ağla qarşı üzdür və hər hansı bir ağla qarşı üz olmağına baxmayaraq hər ikisində də eyni bir üzü də o ağdır. Bir üzdə görsənməz ona görə. Buna baxırıq. D variantında yenə bozla ulduz verib. Səhvdir. Cavab olacaq Y variantı. 67-də deyir ki, 5 dənə ABC-ni topla və 46 BC tap. Biz burada baxırıq birinci C-yə. 5 dənə C-nin cəmi C verir. Hansısa da 5-lə vuranda özünü verir. Təbii ki, 5-i. Hamısına 5 yazsaq, bu olacaq 5 elə. 5 və 5-in cəmi 25. 5 yazırıq 2 adda. İndi B-lərin cəmi üstəgələk 2 bərabərdir B-yə. Biz 5 dənə nəyə toplayanda üstə 2 yazsaq yenə özünü eləyir. Təbii ki, biz 2-ni toplayıb eləyəcək 10. Üstə 2 yazanda yenə gelincə 12. Bir yadda eləyir elə burada. 5 dənə A-nın cəmi 46 eləmir əslində 45 eləyir. Çünki bir cəmçi 46 eləyib. Deməli 46-dan 1 çıxır 45 tapırıq. Onu da 5-ə bölür tapırıq neçə? 9. Buradan deməli 9, 2, 5 tapdıq ABC-yə. Bunların da hasili eləyəcək neçə? 18-i vurduq 5-ə 90. 68-ci sualda. Cədvəl qrafik diaqram sualıdır. Deməli bizə verib burada A-nı 4, B-ni 6, C-ni 3, D-ni yenə 4, Y-ni isə 1 verib. Biz bildiyimiz kimi A ilə D burada nədir? Bərabərdirsə 4-dür. Deməli bunların dərəcələri də bərabər olmalıdır. Baxırıq variantlara A ilə D-nin bərabər olduğu, məsələn A variantı səhvdir. B-də ümumiyyətlə dərəcə verməyib, C-də 80 verib içində də. Burada isə A-ya 120, D-yə 60 verib. Burada da A-ya 60, D-yə 90 verib. Səhvdir, cavab olacaq elə buradan C variantı. Bunu həll edərək vaxt etməyə ehtiyac yoxdur. Sonra 69-cu sualda. Erişən bir işi 5 günə yerinə yetirir. Deməli bir günə işin 5də birini yerinə yetirir. Elə
Bunu yazdıq belə. Fərd isə həmən işi 10 gün yerinə yetirir. Deməli, bir günə də 10-da 1-ni yerinə yetirir. 10-da 1. Fərid və Eşən bərabər işlədilər. Deməli, toplayacaq bunları. 5-də 1 üstə gələk. 10-da 1. Neçə gün işləyirlər bunlar? 3 gün. Vururuq 3-ə. Bu eləcək 10-da 2, bu da 10-da 3. 10-da 3 3-ə vuranda eləcək neçə? 10-da 9. Və sonra deyir ki, Eşən xəstələndi və geri qalan işi Fərid neçə günə yerinə yetirər? İşin nə qədər qalıb? 10-da 1-i. İşin 10-da 1-i qalıb. Biz də bilirik ki, Fərid bir günə işin 10-da 1-ni yerinə yetirirdi. Bu da işin 10-da 1-i qalıb. Bu deməkdir ki, elə bir günə Fərid o geri qalan işi yerinə yetirə bilər. 70-ci sualda, tərəzilərə aid sualdır. Deməli, bizə burada nə verib? Bir dənə ev ortasında xətt olan bərabərdir bunlara. Biz onu burada yazmağa çalışsaq, bunları silib yeni yazaq bunları. Hərəsindən 2 dənə. Buradan kvadratın birindən bu getdi. Bərabər oldu nəyə? Bir dənə ortasında x olan kvadrat bərabərdir bunlara. Burada yuxarıda 2 dənə verib. Deməli, bunu gətirib bunun yerinə bunlardan hərəsindən 2 dənə yazmalıyıq. 1 ev, 2 ev, 3, 4. 4 dənə ev, indi 2 dənə də kvadrat çəkməliyik. Buradan evin birindən bu getdimi? Bizə nə tapmaq tələb edir? Elə bunu tapmaq tələb edir. Deməli, bu nəyə bərabərdir? 3 dənə ev, 2 dənə kvadrat elə. Biz buradan bilirik ki, bir ev, bir kvadrat bərabər nəyə? Bunu elə bu ifadəyə bərabərdir. Gətirib onu yazmağa çalışsaq, ikisini yazmağa çalışsaq, bax bunların ikisini silib yerinə yazsaq. İki dənə ev ortasında xətt, bir dənə də boşda qalan bu xətt olmayan evdən. Buradan baxırıq bura. 2 dənə, daha doğrusu bircə dəqiqə bunu belə çəkdik. Tapdıq bu ifadəni elə. Bunu burada tapandan sonra nə edirik indi? Ayso. Burada 2 dənə kvadratın yerində bunları yaza bilərik. Bu yazıldı elə. Bunları sildik, elə bir ki. Yerinə bunları yazdıq və bunu da eski aşağı. Və biz bilirik ki, bu evlə kvadrat nəyə bərabərdir? Bunu da yerinə yazırıq bunu. Ortasında xətt olan evi. Tapdıq buradan B variantını. 71-ci sualda deyir ki, pətəyin yanında arıları müşahidə edən arıcı bir dəqiqə ərzində pətəyə daxil olan arıların 5-də 1-i sarıdır. Yazaq 5-də 1-i sarı. Üstə gələk, 3-də 1-i bənövşəyidir. Bənövşəyə rəhli gül tol gətirir, yəni 3-də 1-i bənövşəyə gül tol gətirir və gül tol gətirənlərin saylarının fərqinin 3 misli qədər. Yəni üstə gələk, bunların fərqinin 3-də 1-dən çıxaq 5-də 1-i və 10 da vuraq 3-ə. 3 misliyə qədər nektar gətirir. Daxil olan arıların isə 3 dənəsi erkək arıdır. Üstə gələk 3. Buna bərabər nə yazacağıq? Tam. Buna yazıq tam, yəni
1 əslində 1 prosta 1 yazsam bununla çarpış yaranacaq. Onca tam yazaq bura. 3-də 1 ilə 5-də 1-in cəmi hər ikisini 15-ə etsək, 1-in üstə 1-ni 5-ə vurmalıyıq. Əcəb bu 15-də 8. 15-də 8 buradadır. Bunların fərqi 15-də 5-dən çıxırıq 15-də 3-ü. Eləcək 15-də 2. Onu da vurduqca eləcək 15-də 6. Üstə gələk 15-də 6. Bundan cəm neçə eləyir? 15-də 14. Burada nə qalmışdı? 3. Deməli 15-də 14-ün üstə gəlirik. 3-ü bərabərdir tam eləyirlər. Bu deməkdir ki, bu 3 15-də 1 deməkdir. Aydındır? Bu 3 15-də 1 deməkdir. Çünki bunların cəmi nə alınır? Tam alınır. 3 əgər 15-də 1 idisə, həm 3 dənə arı, erkək arı, əgər bütün arıların 15-də 1 idisə, bu deməkdir ki, bütün arıların sayı nə qədərdir? Daxil olan pətəyə daxil olan arıların sayı 15 vurulsun 3 qədərdir. 15 vuraq 3. Bu da nə alınır? 45 alınır. Deməli, bütün arıların sayı, pətəyə daxil olan arıların sayı 45 dənədir. 72-ci sualda birinci rəqəm, ikinci rəqəmin 4də 1-i. Bizdə 2 dənə şansımız var. 1 ilə 4 və 2 ilə 8. Çünki başqa 3 ilə 12 yazanmarıq. Tək rəqəmlərə aid olsun deyə. Üçüncü rəqəmi birinci rəqəmi ilə ikinci rəqəmin cəmidir. Yəni 1 ilə 4-ün cəmi bu 5 alınır. Bu isə 10 eləyir. Bu artıq bizdə pozuldu. Çünki 10 rəqəm deyil, ədəddir. Və sonuncu rəqəmi isə ikincidən 2 dəfə böyükdür. Bundan 2 dəfə böyük 8 var. 1, 4, 5, 8. 4 rəqəmə dördün rəqəmlər cəmini tapın. 1, 4, 5, 8. Cəmi eləcək 18. Söz mətin, sözlər mətin yaradır. Hüceyrələr toxuma, belə deyim də, hüceyrələr toxuma yaradır, sözlər mətin yaradır. C variantı. 74-cü sualda. Yük avtomobilinin bortunun eni, yəni kuzasının eni 3 metr, uzunluğu eni 3, uzunluğu 4 metrdir. Bu avtomobilin bortuna yükün hündürlüyü 50 santimetrdən çox olmaması şərti ilə ölçüləri 14-23 santimetr olan daşlar ən çoxu neçəsini yükləmək olar. Biz aydın məsəl daşları həm belə qoya bilərik, həm belə qoya bilərik, həm də eninə qoya bilərik də. Bu elə bir ki, bir tərəfidir. Bir də bu, belə daxil bu. Prizma formasındadır. Bir də bu hissəsi tərəfə qoya bilərik. 3 hissəyə qoya bilərik. Bunun üçün bizə verilən 3 dənə, bax bu 3 dənə hissəni bölürük hər birinə. Deməli, birinci gəlini 3 metr, yəni 300-ü bölək 14-ə. Görək nə qədər yerləşə bilər üstə qoysaq. 300-ü 14-ə bölsək neçə eləyək? Gəlin onu hesablayaq. 300 bölək 14. Yazaq burada 300 bölünsün 14. Bərabər neçə alınır? 21 tam eləməlidir. Sadəcə biz onun 20-ni götürməliyik. Tam götürə bilməliyik. Çünki bizə tam lazımdır yəni. Sonra 400-ü 10 da bölək 14-ə, o bir 14-ə, bu 14-ə bölək 400-ü. Bərabərdir. İndi biz 400-ü 14-ə bölməyə çalışsaq 28 eləyəcək. 28 tam yəni. Və sonra da 50 santı 20-sə bölsək bərabərdir 2 eləyir. Deməli, biz eninə, uzunluğuna və ya hündürlüyündən qoysaq 21, 28, 2 alınır. Bunların hasilimiz yəni nə qədər qoya bilərik? Yəni nə qədər qoymaq mümkündür? Yəni eninə, uzunluğuna hesablasaq. Tapmaq üçün 21-i, 28-i
28-ə. Onu da 2-yə vururuq. Bərabərdir. İndi biz hər birini bir-birinə vurmağa çalışsaq, taparıq buradan 1176-nı. 1176. Bizdə varmı? Var, bəli. Amma ən böyükdürmü? Bilmirik. İndi digərlərini yoxlamalıyıq. Bunun üçün nə edirik? 300-ü bir dəfə 23-ə bölək gəlin. 300 bölək 23-ə. 320-ə böləndə tapırıq 13. 400-ü 14-ə bölsək eləmişdik 28, bayaq tapmışdıq onu. 28. Və burada verilən 50-ni də yenə 14-ə bölsək 3 eləyəcək. 50 bölünsün 14-ə elədi 3. İndi biz bunu tapmağa çalışsaq 1092 eləyir hamısının hasili. Deməli 13 vurulsun 28 vurulsun 3 bərabər nəyə? 1092-yə. Biz bunu məsələn digər tərəfə qoyanı tapa bilirdik. Biri var uzunluğa qoyasan kərpisləri, biri var eninə qoyasan. Məsələn, tutaq ki, uzunluğa qoyanda bunu aldıq, eninə qoyanda bunu aldıq. İndi gəlin hündürünə qoyaq bir də kərpizləri. Hündürünə qoymağa çalışsaq 300 bölək digər 14-ə, buna bölək məsəl üçün. Bayaq 14-ə böləni tapmışıq 21. 400-ü gəlin bölək 23-ə. eləyir. Və son olaraq da 50-ni yenə bölürük nəyə? Digər 14-ə. Tapırıq buradan yenə 3-ü. 17. İndi gəlin bunlar hamısının ihasını tapaq. 21 vurulsun 3 vurulsun 17. Görək bu neçə eləyəcək. 21-i 3-ə vururuq. 10 da vurduq 17-yə. Tapırıq 1071. Bu da C eləyir. Deməli, tapdığımız rədlər 1176, 1092 və 1071-dir. Cavab ən böyüyünü istədiyinə görə 1176 götürə bilərik. Sonra deyək ki, burada 75-də bizə X ölkəsindən kondisioner istehsal xərci Y ölkəsindən kondisioner istehsal xərcindən 12% azdır. Hətta daşınma gömrük rüsumları da əlavə olunsa belə, hər hansı bir şirkət üçün X ölkəsində Y-ə kondisioner idxal etmək Y ölkəsində kondisioner istehsal etməkdən daha ucuz başa gəlir. Yəni belə deyim də, məsələn, burada idxal etmək, hətta bunu Y-ə göndərmək daha ucuz başa gəlir, nəinki Y-də bunu istehsal etmək. Şərtdə deyir ki, hansı mətndən çıxan nəticə nədir? Y ölkəsində kondisioner istehsalına sərf olunan xərc Y ölkəsində kondisioner istehsalına sərf olunan xərcdən 15% çoxdur. Niyə? 15%-dən söhbət ümumiyyətlə burada. X ölkəsindən Y ölkəsində kondisioner daşınmasına çəkilən xərc Y ölkəsində kondisioner istehsalına çəkilən xərcin 12%-dən aşağıdır. Bəli. Bayaq dediyi 12%-dən azdır deyir. Sonra X ölkəsində kondisionerin istehsalına sərf olunan vaxt ümumiyyətlə demir burada. Y və X ölkəsində kondisioner istehsalı bütün dünyada kondisioner istehsalının 12%-ni təşkil edir, mənasızdır. X ölkəsində gömrük rüsumları Y ölkəsində gömrük rüsumlarından 12% aşağıdır. Gömrükdən burada danışır, amma yəni təkcə gömrükdən danışmır, istehsal xərcindən danışır burada. Cavab orijinal bir variantdır. 76 deyir ki, idxal və ixrac sözləri nədir? İdxal və ixrac. Yəni bunlara uyğun bir variant tapsaq, alqı-satqı olmalı. Çünki antonimdir, bunlar da antonimdir.
Burada kosmos, Jupiter, Neptun, Venera və Saturndur. Burada kosmos ümumi bir anlayışdır. Hər biri kosmos yerləşir bu planetlərin. Sosiologiya elmdə defekteskop nədir? Cihazdır. Bəziləri virus gözlə bilər burada cavab, amma bizdən demir nə iş görür. Sadəcə olaraq nə olduğunu soruşur, o da cihazdır. Sonra 79-da. Baxın, bizə deyir ki, bax bu açıq qalan yerə nə qoysaq tamamlanar, qar olar yəni bu. Bunun üçün biz gələk ağı belə tamamlasaq bu dairəni. Baxın, burada belə bir yarım oval fason bir şey alındı. Baxırıq variantlara. B variantı göstərinlər. Baxın, burada tam oval verib. Amma C variantında baxın, eyni bu qaydada verib. Hətta altında da bunu da verib. Cavab ona görə C variantı. 80 sualda deyir ki, bizə 5 uşaq və 6 valideyn aşağıdakı qaydalara uyğun olaraq şəkillər kimi masa tərəfində oturublar. Hər valideynin bir tərəfində uşaq, o bir tərəfində isə valideyn oturmalıdır. Hər valideynin, şərt belədir. Hər valideynin bir tərəfində uşaq, digər tərəfində valideyn oturmalıdır. Hər uşaq öz valideynin yanında oturmalıdır. Verilmiş qaydaları pozmadan bu masa arxasına əlavə olaraq hansıları əlavə etmək mümkündür. Deməli, burada verib bizə ana və atası ilə uşaq. Məsəl üçün, deyək ki, bunları biz bölüşdürsək, bu uşağın valideyni budur. Bunun uşağı, təbii ki, bu uşaqdır, valideynlər də bunlar tutaq ki. Valideyn uşaq və valideyn uşaq tutsa əgər. Burada, indi biz valideyn, bizə deyək ki, ana və atası ilə uşaq. Biz bunu belə götürə bilmərik. Çünki bunu biz hara qoya bilərik? Məsələn, bura qoyanmarıq, çünki bunun uşağının arasına girecek. Biz ancaq bunu boşluqlara qoya bilərik. Boşluqlara qoymaya çalışsaq, məsəl üçün, V, U, V-ni bura qoya bilirikmi? V, U, V. Bura qoyamırıq. Sonra, bura qoya bilərikmi? V, U, V. Bəli, bura qoyulur. Sonra bura V, U, V. Bura da qoyulur. Bura qoyuldu mu? V, U, V. Bəli, bura qoyula bilir. Bura qoysaq V, U. Bu alınmayacaq. Çünki hər iki tərəfində uşaq olur da valideynin. Burada valideyn, uşaq, valideyn. Hə, burada düzgün gəlir. Biz bir də belə yoxlayaq, gəlin. U, V, V. Və yaxud da V, U, fərqi yoxdur. Məsələn, biz bunu hara qoya bilərik? Məsəl üçün, bura qoya bilərik. Alınar mı? Alınar. Əslində, burada qoysaq alınar, burada qoysaq alınar. Hər tərəfə alınır. Yəni, bu aydın məsələdir ki, anası və atası ilə uşağı bu şəkildə əlavə etmək mümkündürmü? Bəli, mümkündür. Heç bir qayda pozuntusu yoxdur. Çünki hər bir uşaq öz valideynin ətrafında oturur və valideynin bir tərəfində uşaq, bir tərəfində valideyn otura bilir. İkinci şərt deyir ki, ana ilə uşağı. Mən məsələn V-unu deyir əlavə elə. V-unu biz əlavə eləməyə çalışsaq, məsəl üçün, bura əlavə eləsək, V-U. V-nin hər tərəfində U olur. Sonra, bura əlavə eləməyə çalışsaq, V-U. Baxın, V-unu bura qoysaq, burada artıq pozulacaq. Çünki U, V, U alınır burada. V-nin hər tərəfində uşaq olur. Burada da alınır. Sonra, eyni qayda burada da keçərlidir. 2 dənə V-nin arasında qoyanmırıq. Burada da yenə U, V, U qoysaq, yenə V-nin hər tərəfində uşaq alınır. Burada da yenə hər tərəfində uşaq alınır. Bu şərt bizdə səhvdir. Daha doğrusu, biz 3-cünü yoxladıq. İndi 2-cini yoxlayaq. 2 uşaq ilə ana. Yəni, U, V. Bunu hara qoya bilərik indi? U, V-ni və yaxud da V, U-nu. Tutaq ki, V, U götürmüşük. V, U. Məsələn, bura qoyanmarıq. Çünki hər tərəfində uşaq olacaq yenə. Bura qoymaya çalışsaq V, U, yenə U, V, U alınır burada. Baxın, tutaq ki, bu da elə V, U. V-ni qoyduq bura. Valideynin bir tərəfində valideyn, bir tərəfində uşaq. İndi burada bu valideynə baxsaq. Valideynin bir tərəfində uşaq, bir tərəfində uşaq. Alınmır. Burada da yenə eyni qaydadır. Bir tərəfində uşaq, bir tərəfində uşaq. Burada valideyni qoyduq, bura yenə hər tərəfində uşaq alınır. Burada da onun kimi. Ona görə bu şərtlər bizdə səhvdir. Cavab olacaq yalnız bir C variantı. 81-ci sualda
Burada tərəzi sualdır. Deməli 2A-nın yerinə B yazmalıyıq. B, C-ni indi buraya yazsaq. B, C. Buradan indi C getdi, C getdi. Deməli 2C əgər 2C 4B-yə bərabərsə 1C 2B-yə bərabərdir. Cavab olacaq B, C variantı. Sonra 82-ci sualda deyir ki 1970-1990-cı illərdə yer kürəsində 200 milyon hektar meşə örtüyü itirilmiş, səhralıqların sayısı təxminən 120 milyon hektar artmış, 180 milyard ton əkinə yararlı torpaq qatı məhv edilmiş. Bununla yanaşı dünya əhalisinin sayı bu müddət ərzində 1,6 milyard nəfər artmışdır. Demoqrafiyanın hesablanmasına görə 2030-cu ildə bu əhalinin sayı 10 milyard olacaq. Bu tendensiya ilə aşağıdakılardan hansı nəticə səbəb ola bilməz istəyir bizdən. Atmosfer qazların normal nisbətinin pozulmasına. Bəli, döyüşlər, müharibələr, texnoloji inkişaf etdikcə atmosferdə qazların normal nisbəti pozulur. Dünyanın fiziki xəritəsinin dəyişməsinə. Bəli, yəni döyüşlər, müharibələr baş verdikcə dünyanın fiziki xəritəsi dəyişir. Bioloji növ müxtəlifliyin azalmasına, bəli, bir də dedik ki, buradan səhralıqlar artırsa, torpaq qatı məhv edilirsə, bəli, bitki növü azalır. Atmosferin qoruyucu ozon qatının qalınlaşmasına xeyr, daha da nazikləşməsinə səbəb olur. Münaqişə müharibələr artmasına, bəli. Cavab olacaq burada D variantı. 83-də. Deməli, baxın, burada 1 çıxır, 1-ə vurur. Ardıcıl sualdır da bu, 1-ə vurur. 2 çıxır, 2-yə vurur. 3 çıxacaq, 3-ə vuracaq. İndi buradan 4 çıxanda 17 edir. Y variantı. 84-cü sualda yenə bir mətin sualdır. Deyir ki, agentlik gün ərzində şəhərdəki 7 muzeyə çəkək. 1, 2, 3, 4, 5, 6 və 7. 7 muzeyə FCH, LMN, PT ekskursiyasını təşkil edir. Agentlər bu turun qrafikini tərtib edərkən aşağıdakılardan nəzərə almalıdır. F ilk 3 muzeydən birində olmalıdır. Deməli, F bax bunlardan birində olmalıdır. Elə. C H-dan dərhal sonra. Deməli, H-dan sonra bir dənə C olmalıdır bizdə. M ya birinci gün, ya burada olmalıdır, yəni, ya da ki, axırda olmalıdır. P geritiləcək son 3 muzeydən birində olmalıdır. Deməli, burada da P olmalıdır, aslındasa. Əgər tərtib olmuş qrafikə görə TLF ardıcıl düzlərsə, ekskursiya ya yəni bu C hansı yerdə durmalıdır? TLF-in ardıcıl düzülməsi şərti ancaq 1-2-3 ola bilər. Çünki, məsələn, biz burada 2-3-4 eləyəməyik. Çünki deyək ki, bizə F ilk 3-də olmalıdır. TLF-də də F 3-cü yerdədir. Ancaq bunu, bax, belə çəkmiyorlar. T, bunu düzəldək. T-nin çəkdik bura. Deməli. T, onda ikinciyə L, üçüncüyə F çəkməliyik bunu. Sonra deyək ki, burada demişdik, əgər M ya birinci ya da sonuncu olmalıdır. Burada deməli neçəncidir? Sonuncudur. Yuxarıdaşlar da silək. Şöyle silik buradan. Deməli. M onda olmalıdır da sonuncu yer. Qaldı 4, 5, 6. Bu demiş ki, H G-dən sonradır. Və P bunlardan birindədir. Biz H ilə G-ni 5, 6 yazanmarıq. Çünki P-ni demiş ki, son 3-ə yaza bilərsən bunu. Ona görə biz P-ni buraya yazaq. Gəlin. H ilə də G-ni buraya yazaq. Buraya yazanda 5-ci yerdə durmuş G. Bəli. Cavab olacaq Y variantı. Verilən açılışa uyğun olan variantı seçin. Deməli, baxırıq buna. Bu şəkli biz ümumiyyətlə bu formada çevirsək, şəkil belə alınacaq və biz də görürük ki, o üst bucağın ucu bu şəklə baxmış. Ona görə səhvdir. Burada B variantında. Məsəl üçün, şəklə buradan baxsaq. Buradan baxan şəklə, deməli, nə görürük? Bu çarpaz xəttin üstündə kvadrat. İndi bununla biz bura çəkməyə çalışsaq, buradan alınacaq.
Bəli, bu şəklə buradan baxsaq, çarpazın üzərində kvadrat, qara kvadrat və sağına düşür də. Buradan baxanda sağa düşür axı bu xətt. Bu, yəni bu kvadrat buna nisbətən sağdadır. Sağda da ən yuxarı küncdə qara kvadrat. Düzdürmü? Bəli, düzdür. Cavab olacaq B variantı. Burada yoxlasaq əgər, bunun üstündə nə var? Tutaq ki, A kvadrat gəldi, çəkdik buradan A kvadratı. Bu da gəlib düşəcək hara? Bax bura. Bu düzdür? Xeyr, burada yuxarıda verir, burada aşağıdadır. Səhvdir. Ümumiyyətlə bunlar çevirəndə belə bu şəkli oxun ucu qara kvadrata baxmalıdır, amma burada yuxarı baxır. Səhvdir. Burada isə biz bunu buradan baxsaq A kvadrat üzərində çarpaz xətt düzdür, amma bunun istiqaməti yanlışdır. Bax, burada bu bol burada olmalıydı. Bu hissədə olmalıydı. Amma bizdə yuxarıda verdiyinə görə səhvdir. 86-cı sualda deyir ki, 40 nəfər tələbənin bir qismi yalnız fransız, bir qismi yalnız ispan, qalanı isə hər şey dili öyrənir. Məlumdur ki, tələbələrdən 7-si hər şey dili öyrənir. Əgər 25 tələbə fransız dilini öyrənirsə, neçə nəfər ispan dilini öyrənir. Biz yenə Venn diaqram çəkək, gəlin. Birini yazaq ispan, birini yazaq fransız. Hər iki dili öyrənən 7 nəfər var idi. Aydın məsələdir. Əgər 25 nəfər fransız dilini öyrənirsə, fransız dilini 7 nəfər hərsini öyrənir. 18 nəfər yalnız fransız dilini öyrənirlər. Nə qədər qaldı burada? 15 nəfər qaldı ispan dilinə. Elə 15 nəfər ispan dilinə qalır. Bu formada baxsaq, deməli 15 yazırıq bura. Çünki 40 nəfər tələbə var idi burada. 25-i fransız öyrənirsə, onda 15-lərində ispan dilini öyrənir. Biz bunu götürüb 15 yazan var. Çünki 15 dilini öyrənən ispan dili ancaq ispan dilidir yəni. Amma burada 7 nəfər də var axı ispan dilini bilən. Həm də fransız dilini bilirlər. Deməli 15-ci 7 gəlməli, gəlməli 22. Burada 15 tələbələrin sayı çox idi. Yəni burada İslam demirik yalnız ispan dilini öyrənən tələbələrin sayı nə qədər? Deyir ki, ümumilikdə ispan dili nə qədərdir? 15 yalnız ispandır, 7 nəfər də ispan fransızdır. Yəni ispan dilini bilirmi bu ən azından? Toplamaq lazımdır ona görə bunları. 87, 88, 89-cu suallarda nə edirik? Deməli, var bizdə birinci yazaq, sərhəd xidməti. Yazaq, burada boşluq var. Sərhəd xidməti. Sonra daxili qoşunlar. Sonra quru qoşunlar. Daha sonra hərbi hava qüvvələri və hərbi dəniz qüvvələri. Hərbi hava qüvvələri və hərbi dəniz qüvvələri. Bunu da belə yazdıq. Deməli, burada var, bizdə nə istəyir burada? Aylar verib, təxəssüs olunacaq şəxsləri verib və qovumları verib. Yazaq. Və nəqliyyat vasitələrini verib. 4 dənə bizə keyfiyyət verib. Deməli, var adlar. Bunu da nə bölək belə. Bu olacaq adlar. Sonra verib ayları, ay. Sonra verib qohumları. Və ən sonunda da bizə verib nəyi? Nəqliyyatı. İndi gəlin baxaq. 2 nəfər nə var? Oktyabr var, 2 dənə oktyabr var. Bir dənə yanvar, aprel, iyul və salam. KLMN, bir dənə matros R-dir. Ata, baba, əmi, dayı, qardaş var. Taksi, avtobus, qatar, motosiklet və təyyarədən istifadə edirlər. Hər qohumun yanına yalnız bir nəfər bir nəqliyyat vasitəsindən istifadə edərək gələ bilərlər. Hərbi hava qüvvələrində xidmətin başa vurduqdan sonra apreldə təxris olunacaq nəvəsini ziyaret edən şəxs avtobusla gəlib. Deməli, hərbi hava qüvvələrində xidmət edən şəxs apreldə bitir. Hərbi hava qüvvələri apreldə bitir. Ay apreldir.
Bunu yazdıq aprel. Və deyir ki, nəvəsini ziyarət edən şəxs avtobusla gəlib. Deməli, bu, babası gəlib, ondan bunu da anlayın. Babası avtobusla gəlib. Avtobus. Sonra, iyulda təxəs olunacaq hərbi dəniz qüvvələrinin matrosu olan qardaşı oğlunu ziyarət edən şəxs qatarla gəlib. Deməli, hərbi dəniz qüvvələrində matros var, yəni O nə vaxt iyuldaydı, baxırıq. İyulda, bəli. İyulda təxris olunur. İyul və qardaşı oğlu dediyinə görə yəqin ki, bunun artıq əmisi gəlir və qatarla gəlir. Əmi gəlir qatarla. Bunu da belə yazdıq. Sonra deyir ki, səhiyyə xidmətində xidmət edən K oktyabrda təxris olunmur. Səhiyyə xidmətində K xidmət edir və oktyabrda təxris olunmur. Deməli, nə vaxt təxris olunur? Yanvarda. Çünki oktyabrdan 2 nəfər idilər. Aprellə iyuldan da getdi, qaldı. Yəni, yanvar. Deməli, oktyabrda təxris olunacaq şəxslər dəniz qüvvələrində və doğrusu dəniz qüvvə deyirəm, daxili qoşunlarda və quru qoşunlarda xidmət edən şəxslər də oktyabrda təxris olunacaq şəxslər. Buradan belə yazdıq, oktyabr. Deməli, K yanvarda təxris olunur. Bizə deyir ki, onu görməyə qohumu təyyarə ilə gəlib. Deməli, qohumu da təyyarə ilə gəlir. Təyyarə. Sonra, N daxili qoşunlarda xidmət eləmir. N daxili qoşunlarda xidmət eləmir. Aha. Ya quru qoşun, ya da hərbi hava qüvvələridir. Onun yanına gələn şəxs, onun yanına gələn qardaşı motosikletə minməyir. Deməli, bunun yanına gələn qardaşıdır. Deməli, biz bunu buraya yazanmalıyıq. Çünki bunun dalına babası gəlmişdir. Bu da deyir ki, bizə harada deyir? Daxili qoşunda xidmət eləmir. Deməli, quru qoşunda xidmət eləyir. N, onun yanına gələn qardaşıdır. Və motosiklla gəlməyib. Deməli, nə ilə gəlib onda? Bizdən nəqliyyat vasitələri təyyarə, avtobus, qatar getdi. Taksi ilə motosikl qaldı. Deməli, buna qalır taksi. Bu olacaq motosikl. Moto. Bunu da buraya yazdıq. İndi deyək ki, M-i görməyə dayısı gəlib. M-i görməyə dayısı gəlib. Dayını hara yaza bilərik? Bura. Niyə? Çünki bunu yazanmarıq. Bunun babası gəlib. Bunu yazanmarıq dayı. Çünki bunu K yazmış bura. Bu da oldu dayı. Deməli, onda bura nə qaldı? Dayı var, qardaş, baba, əmi. Onda bu olacaq ata. Bunun normalda onda K, M, N var. Bu olacaq yəqin ki, L. Bəli. Hamısını tapdıq beləcənə. Yanvarda təxris olunacaq şəxs hansıdır? K-dır. Bəyək tapdıq onu. Yanvarda K-dır. Dayısı M-in görüşünə hansı nəqliyyat vasitəsindən gəlir? Baxırıq, dayısının gələn moto ilə gəlir. Motosiklla. Və deyir ki, mətndə verilənlərə görə hansı müəyyən etmək mümkündür? Kimin daha gec təxris olunacağını. Daha gec oktyabrda təxris olunur şəxslər. Çünki yanvar, aprel, iyul daha əvvəldir. Amma oktyabrın neçəsi təxris olunacağını bilmirik deyə biri biz buradan götürə bilmərik. Kimin quru qoşununa xidmət etdiyini, kim quru qoşununa xidmət edir? N, bunu bilirik. Kimin nəvəsinə qohumun, kimin ziyarətinə qohumu taksi ilə gəlib. Bəli, bilirik N-in. Bu da ayrı məsələdir. 2-3-ünü tapmışıq. Cavab alıb. Amma dediyim kimi, biz buradan oktyabrda kimin təxris olunacağını bilirik. Amma nə vaxt təxris olunacağını, oktyabrın neçəsi olacağını bilmirik deyə bizdə 2 oktyabr var. Nə vaxt təxris olunacağını bilmirik. Öncə bu dəqiq deyil. Cavab olacaq burada A variantı. 90 sual, şifrələr bir dənə sualdır. Figurlarla işləməli burada. Yumru biri buradadır, biri buradadır. Bax görək 4, 4, 4, 4, 4, 4, 2, 4 verib. Burada səhvdir. Sonra buradan bunun ikinci rəqəmi ilə bunun birinci, axırıncının birinci rəqəmi eynidir. Baxaq görək 2, 2, 2, 2, 2, 4. C səhvdir. Burada da 2, 2 verib. Sonra bax bunun boş sorğu bir dənə də aydın məsələdir. Amma burada məsəl üçün bax bundan altdan 2 dənədir, bir də aşağıdadır.
sildik. Qaldı A ilə B. İndi bax, burada verilən işarə ilə üçüncünün üçüncüsü eyni olmalıdır. Bu 6, üçüncünün üçüncüsü 7 verib, səhvdir. 6, 6. Cavab olacaq B variantı. 91-ci sualda 14-ü bölür 7-yə 2, 2-ni vurur 8-ə 16, 16-nı 4-ə bölür 4, 4-ü 3-ə vurur 12. Yenə 25-i 5-ə bölür 5, 5-i 6-ya vurur 30, 30-u bölür 10-a 3, 3-ü vurur 2-yə 6. 21-i böləcək 7-yə 3, 3-ü vurdu 4-ə 12, 12-ni böldü 6-ya 2, 2-ni vurdu 3-ə 6. Demək, bunun cavabı olacaq 6. Deyək ki, 9 fərqli fiqurun hərəsinin çəkisi 1-dən 9-a qədər ədədlərdən birinə uyğundur. İki tərəzilərin vəziyyətini nəzərə alaraq düzgün olmayan variantları istəyir bizdən. Baxırıq. Bax, 4 dənə bundan, 2 dənə bundan verir. Gəlin buna 1 deyək, buna 2 deyək. 4 dənə 1, 4, 2 dənə 2, 4. Cəmi 8 elə, minimum qoyanda hələ. Demək, olmalı 9. Gəlin buna 3 deyək. Ən bazılar verir də hər birinə. 3. Bunlara 4 versək. 4. 4. Bu olacaq 5. Bunlar cəmi olacaq 22. 22 deyirsə, deməli bu 23 olmalı da minimum. Deməli buna 8, 8, 7 versək 23 alınır. Bizə nə çatmır? 6 çatmır. Bu aydın məsələ. Bunu başa düşdük belə. Yəqin ki, başa düşmüş olarıq. Baxırıq birinci suala. Birinci sualda 3 bucaq 4. Bu olacaq 5. Cəmi neçə ilə bunların 9. 3 dənə 3 bucaq verib bizə 3. 3-ün də cəmi 9 edir. Bərabərdirmi? Bərabər. Bizə lazımdırmı bu? Düzgün olmayanı istəyir. Bu düzdür. Sonra baxırıq ikinciyə. İkincidə yumruların sayı 9, 9, 1. Bu da 2-dir. Cəmi neçə eləyir? 21. Baxırıq indi buna 8, 7, 6. Cəmi neçə eləməli? 6 niyə qoyduq buna? Çünki bunu bilmirdik axı. Bu fiqur yox idi. Bizdə bir dənə qalan 6 idi. Cəmi də 15. 15 demək, 15-in 6, 21. Bərabərdirmi? Bərabərdir. Bu da indi 3, 1, 7, 6. Eləyir 17. Burada isə 2, 4, 5 və 9. Elə bundan cəmi eləyəcək 20. Səhvdir. Bunu götürdük. Sonra baxırıq dördüncüyə. Dördüncüdə 3 dənə 5, 15. 3 də burada 19. 4 də burada 19. Burada isə 6, 6, 12. Bu da olmalıdır 1, 13 də bu eləyir. Bərabərdir mi bunlar? Xeyr. Deməli 4 götürdük. 3, 4. İndi baxırıq nəyə? 5-ə. 5-də də deməli verib yumru neçədir bizdən? 9 kvadrat 5 boz yumruda 1. Bundan cəmi 15. Bu eləcək 2, 7, 6. 15, 15 bərabərdir. Bəli. Bizə lazım deməli nə? 3 ilə 4. 93-cü sualda deyir ki, hansı asılmış fiqurun, yəni düzgün formada asılmışdır yəni. Bunun üçün biz hər birini 4 yerə bölək. 4 yerə böləndə bunlar bir-birinə uyğun gəlirmi? Bir-birinin cüzi yarısı olurmu? Bəli. İkincidə buradan xətt çəksək. Bununla bu bir-birinin cüzi yarısı deyil. Deməli bunu silirik. Bir götürmüşük, ikini silirik. Bax, bu oxlar bir-birinin cüzi yarısı deyil. Sonra 3-ü çəkməyə çalışsaq, rəqə bunu çəkək. Ürəklərə baxın bir dənə, bunlar cüzi yarısı deyirlər. Deməli, üstə səhvdir. 4. Ən çox fikir verəcəyimiz şeylər, bu xırda şeylərdir. Bunlar bir-birinin cüzi yarısıdırlar. 4 düzdür. 5-ə baxsaq, 5-də də cüzi yarısıdır, bəli. Bax, bunlar bir-birinin cüzi yarısıdırlar. Amma 6-da, baxın, bunlar hətta bir-birinin cüzi yarısı deyil deyə 6-cı sildik. Qaldı 1, 4, 5. İndi KM-in 1-dən böyük olduğunu deyir bilərək, sual işarəsinin yerinə yazılmalı olan ədədi tapın. Gəlin baxaq. Məsələn,
K ilə M-in fərqi 1-dən böyük olmalıdır. Biz gəlin K-ya verək 3, M-ə verək 1. Çünki bundan fərqi eləsin 2. M-ə 1 versək, bu olacaq ki, 8 vıraq 1. 8 üstə 5 gəlsən 13. Buna 3 versən 24 üstə 3 gəlsən 27. İndi bu deyir ki, 27-dən 13 çıx. Eləsin 14. 14 8-ə bölünə qalx nə qədər qalır? 6. Bizdən deyir ki, x ilə y-i tapın. Tapaq. X-in səri burada. Nəyə birləşir? 4-ə və 3-ə. Deməli, x 3, 4-dür. Bu da neçədir? 2, 3, 4. Bu da 2, 3, 4. Yuxarı baxaq. Gəlin biz 2-lərə baxaq. 2 dənə xətti olanlar bunlardır. Birləşir 3-ə, 2-yə. Bu bizdə ola bilər? Xeyr. Sonra buna baxsaq, ola bilərmi bu? 3, 4 ola bilər. Amma başqasına baxaq, başqa 2 varmı? Bir də burada var. Bu da 3, 3-dür. A hərfi 3, 3-dür. Bu düzgün gəlmir. Deməli, x oldu neçə? U. X-ə U yəni 1C-dir. 2-yə baxsaq. 3 dənə xətti olanlar gəlin. Baxaq, bu olaraq deməli neçə? 3, 2, 4. Deməli 2, 3, 4 idi. M-in 3 dənə xətti var. 3, 2, 4. Bu da 2, 3, 4-dür. Bu 2, 4, 4-dür. Deməli bizdə C olmamalıdır. Burada E 4, 4. Yox, 4, 3, 3. 4, 3, 2-dir. Baxım bir dənə 4-ə birləşir. 4-ə birləşir 2-yə. 4, 4, 2-dir burada, bəli. Y 4, 4, 2-dir. D. 4 dənə xətti var. Digərlərində isə alınmır. Deməli, bizdə 2 dənə variant alındı. 2, 3, 4 və 2, 3, 4. Buna uyğun gələn. Ya i-dir, ya da m-dir. İndi bunu tapmaq üçün nə edirik? U-nun birləşdiyinə baxırıq. U-nun birləşdiyi 4 dənə xətti olan hansıdır? Bax, U-nun birləşdiyi 4 dənə xətti olan R. Buraya yazdıq R-i. R-in birləşdiyi, baxın, R-in birləşdiyi 3 dənə xətti olanlar. Biri C-dir, biri də E-dir. İndi baxırıq buna. Bunu nəyə birləşir bu? 2-yə, 4-ə və 4-ə. 2, 4, 4 hansıdır? Hər ikisidir. U-ya və E-yə birləşir. Bəli, hər ikisi U-ya və E-yə birləşir. Yəni, belə deyim, U-nun birləşdiyi digər hansıdır? Y-dir. Buna Y-ni yazdıq. Deməli, bura nə düşdü onda? C düşdü elə. C-nin birləşdiyi 2 dənə xətti olan nədir bizdə? A-dır elə. Bura A-nı yazdıq. A bir dənə C-yə birləşir, bir də nəyə birləşir? A birləşir C-yə, bir də birləşir M-ə. Deməli, Y nə oldu burada? M. Yəni, D variantı. 1C, 2D alındı burada da. Deməli, bu bizdə oldu A variantının bütün sualların izahı. Gəlin, B variantına baxaq. B variantında isə hansıda bir 13 dənə fərqli suallar var. Digərlindən. Deməli, birinci 48-ci suala baxırıq. Burada sosializm, kapitalizm, feodalizm, kommunizm və rasionalizm. Hər biri dövlət sistemidir, amma rasionalizm bir bucaqdır, bir baxış, rasionalizm baxış. Sonra 58. İkinci səhv 2-yə vurur. 48-ci 4 gəlir 52. 23-cü 8 gəlir 30 və 5 2-yə vurur 10. 10 isə 7 gəlir 17. 13-cü 2-yə vurur 24. 17 gəlir 41. C variantı. Sonra baxırıq 64-cü suala. Nə edir? Birinci 2-yə bölür. Üstə 3 gəlir. 4 çıxır. 5-ə vurur. Deməli, hər əməldən istifadə edir və arta da gedir rəqəmlər. Bu nə edir? 6-ya rəqəm 6-ya bölür. Üstə 7 gəlir. 8 çıxır. Və nə edir? 9-a vurmalıyıq. O derece 36. Sonra 66-cı sualda bizə nə deyir? Deyir ki, bizdə 1-dən 10-a qədər nömrələnmiş yan-yana yerləşən 10 yerdə deməli 10 dənə yer çəkək. 1,
2, 3, 4, 5, 6, 7, 8, 9 və 10. İndi deyək ki, 10 dənə maşın var. Deməli, ağ, qara, gümüş rəngli maşınlar dayanıb. İkisi qaradır. 2 dənə qara, 5 ağ, 3 dənə gümüş var. 4 nömrəli yerdə gümüş dayanıb. Buraya yazıq gümüşü. 3'ü gümüş dedikdə, hə. 4-cü yerdə gümüş dayanıb, qara maşınlar yan-yana dayanmalıdır. Onu götürdük belə. Və ağ maşınlarda heç biri yan-yana dayanmır. Və 5 dənə ağ maşın varsa, deməli bunu 5 yerə bir düzməliyik. Məsələn, birdən düzsək, 1, 3, 5, 7 və 10 kimi düzsək, çünki qaralar böl-böl olmalıdır, elə yan-yana olmalıdır. Qaraları yazdıq bura. Gümüş də olmalıdır, burada tutaq ki. Deyək ki, bizə aşağıdakı yerlərin hansında qara maşın dayana bilməz. 8-9'da dayandı mı? Bunları sildik. Yeni bir dənə yoxlayaq. Ağ, ağ. Burada gümüş demişdi zaten. Sonra ağ, 1 deyək 8-ə, 1 deyək 10-a. İndi qaralar burada yaza bilərikmi? Bura olsun gümüş, 2 də gümüş olsun. Deməli, buradan yenə qaralar harada dayandı? 6 və 7 dayandı. Deməli, bunları da sildik. Harada dayanmır bir dənə? 10-da. 68-ci sualda isə rebuslara aid maraqlı suallardan biridir. Deməli, 7 ilə 5-i cəmləyir bu formada verəndə bucaqları. Yəni, ağzı yuxarı baxanda, düz bucaq, üç bucaqların yuxarı baxanda cəmləyir, 3'ə vurur. 7 ilə 5-in cəmi 12, 3'ə vurur, 36 tərsini yazır. Bax, tərsini. 36 belə. Yəni 63-də 36-ın tərsi 63. Belə verəndə isə çıxır, yenə 3'ə vurur. 8-dən 2 çıxır, eləyir 6. Onu da 3'ə vuranda eləcək 18. Tərsi 81. Yəni, bax, bu da belədir. Sonra, indi burada yenə 9-un üstü 6, 15 eləyir. 3'ə vurursan 45. 7-dən 1 çıxırsan 6. 3'ə vurursan 18. Gəlib bura baxırıq indi. 6-nın üstünə nə gəlsək 3'ə vuranda 24 eləyər? 2. Çünki 8-i 3'ə vuranda 24 eləyər. Cəmi 24 eləyir. İndi bunların fərqi 6-dan 2 çıxsan 4, 4 3'ə vursan 12. Bəli. Cavab alındı mı? Alındı. 2. Cavabı bizdə düzgündür. Sonra 70-ci sual, 69-da baxa gəlin. Sərçə quşdur. Bəli, sərçə quşlar sinifinə aiddir. İlan sürünənlər sinifinə aiddir. İlan, bəli, sürünənlər sinifinə aiddir. Cavabı. Dələk şinşala sinifinə aid deyil. Sipaq qurbağalara aid deyil. Balaq nərələrə aiddir. Nərə balığa aiddir. Yarasa quşlar sinifinə aid deyil. 70-ci sualda. Deməli, bizdə belə bir riyazi əməl sualı verir. Burada nə edəcəyik? A, A-ya bərabərdir. B-ni də buna bərabər eləməyə çalışsaq əgər, buradakı kimi A, A-ya, B-ni də yenə bunu yazsaq burada. Nəyə bərabərdir bu? 10 A, ondan düzəlməli yazaq. 10 A çıxılsın. Artıq burada bax, B-nin yerinə bunu yazırıq da. B-ni bura vəzirək. Çıxılsın 4 A kvadrat B-yə. Bərabər nəyə? Bu burada nəyə bərabərdir çünki? 2A çıxaq 8B-yə. 2A çıxaq 8B-yə. Buradan yer dəyişmə eləsək, 2A gəldi bir tərəf oldu bu. Ondan çıxaq 2A, 8A. Çıxız, üstə gələk. 8B bərabər nəyə? 4A kvadrat B-yə. 4A kvadrat B. Buradan hər tərəfi 4-ə bölsək, 2A üstə gələk 2B bərabərdir A kvadrat B-yə. Aynən B-ni də verib burada 8-dən 1. A-nın yerinə 8, B-nin yerinə 1 qoysaq,
2 dəfə 8 16, 2 dəfə 1 2, cəmi eləyəcək 18. 71-də deməli f, f, z, bu da isə z, f, f verir. Deməli burada cüzgü əksi var. Bəli. Və hətta burada qoyulan hərflə burada qoyulan hərf eyni olmalıdır. Burada da A, C, B, B, burada olmalıdır onda A. Bu düzgün gəldi, bəli. Dedik ki, onda bunlara qoyulan hərf eyni olmalıdır. Çünki cüzgüdə eyni hərfin əksi olmalıdır. F, A, C var. F, C, A, Z, A, B və C, A, C olmalıdır burada onda. Hər tərəfi eyni olan C, A, C. 70-ci sualda deməli 128, 129, 131 verib. Nə edirik? Üstə 1 gəlirik. O biri hardan alırıq? Bax, bu 1-dir. Üstə 2 gəlirik. Bax, o buradakı 2-dir. Üstə yenə nə gəlirik? 1 gəlirik. O bir hardan aldıq? Bax, bu axırıncı 1-dir. Bax, bu. Deməli, birinci, ikinci və üçüncü. İndi yenə 133-ün üstə, 132-nin üstə gələcək 1-i. Elə 133. 133 gələcək 3-ü. 136. 136-ın üstə 6 gələcək 142. İndi 142-nin üstə gələcək təzədən birincini 143 eləyəcək. Bir variant. Sonra 74-cü suala baxırıq. Burada verib 2, 4, 20. 2 və 4-dən 20 almaq üçün hər ikisini nəyə yüksəldirik? Kvadrata. 2-nin kvadratını, 4-ün kvadratını cəmi eləyəcək 20. 4-ün kvadratından 1-in kvadratları cəmi eləyəcək 17 və bundan cəmi eləyəcək 10. Ən axırınızda bunun rəqəmlər cəmi 14, bunun rəqəmlər cəmi 11. 11 ilə 14-ün kvadratlar cəmi 196 üstə gələk 121. Eləyəcək necə? 317. Sonra baxırıq 81-ci suala. Deməli, sifət verib və qarşısında belə bir şifrə yazıb. F1, yəni birinci sının şifrəsi F-dir. İ'nin şifrəsi H-dır, F-in şifrəsi Ə-dir, Ə-nin şifrəsi T-dir, T-nin özünün də şifrəsi nədir? S-dir. Bu aydındır. İndi gəlin, buradan bizdən soruşlarını istəyək, tapaq. Ə verib birincidə. Ə nədir bizdə? Yuxarıda baxırıq, üçüncü hərfdir, yəni F-dir elə. F ilə başlayacaq. Neçən? Cavab Y variant. Yoxlayaq yenə də. İkincidə T verib. T nədir bizdə? Ədir. Sonra I verib. I hardadır? I buradadır. Bax, 5-ci hərf. R-dır. Sonra verib nə? Yenə T. T yenə yuxarı 4-cü hərfimizdir idi. Ə. Və 5-ci də N verib. N da burada birinci hərfdir. H-dır. Fərə alındı burada da. 85-ə baxsaq, 85-ci sualda deməli, sıralara aid sualdır yenə. 1, 2, 3-dən birinci alıq 1, 3, 2. Burada alınacaq necə? Deməli, birinci bunu gəlib. Yazaq bir dənə buradan. 1, 2, 3 nömrələsək bunu. Bu olacaq necə? 1, 3, 2 formada. İndi bunu 1, 2, 3 nömrələsək. Bu olmalıdır necə? Birinci gəlməlidir 3. Sonra gəlməlidir 2, sonra gəlməlidir 1. Bu aydın hamısında var. Burada 1, 3, 3 verib. Yəni, bu səhvdir. Sonra burada 2, 2 verib. Belə heç vaxt deyil. Çünki hamısının eyni olduğu bir kod yoxdur. Sonra, indi baxmalıyıq nəyə? Üçüncüdə verib 3, 1, 1. Yəni, üçüncü və 2 dənə birinci. Burada üçüncü 2-dir. 2 dənə birinci olması üçün 2, 3, 3 olmalıdır elə. Burada da 1, 3 verib. Səhvdir. Axırınızda 4-cüdə 2, 3, 1 verib. 2, 3, 1. Burada isə 1, 2, 3 olmalıdır onda. 1, 2, 3 olması üçün Y və A variantı hələ ki düzgün gəlir. Sonrasında isə 3, 3, 1 verib. 3, 3, 1, yəni budur. Burada isə 2, 2, 3, yəni A variantı düzgün variantdır. 86-cı sualda riyazi əməllərə aid sualdır yenə. 6 ilə 3 verib. 6, 3 aparıb burada yerinə qoysaq. 6, 3. Burada 6. İndi olacaq bu neçə? 3, 2 vuranda bu da 6. İndi 6, 6-nı aparıb burada yerinə qoyub həll eləsək. 6 üstə gələk. 18, 24 elədi. Deməli, bunun cavabı neçə oldu? 24. İndi bunu buradan silək. Tapdıq buna 24.
5 ilə 7-ni aparıb burada yerinə qoysaq, 5-in üstə gələk 7 dəfə 3, 21, burada olacaq 26. 21 ilə 26-ni aparıb yuxarıda yoxlasaq, 21, 24 ilə 26-ni daha doğrusu, 24, 26. Bunların cəmi verəcək 50, 50 ilə 26-ni biz harada qoymalıyıq yerinə? İkincidə. Burada 50 və 26 qoysaq, 50, 26 bu olacaq 52. İndi 50 ilə də 52-ni bura qoysaq, 50 üstə gələk 3-dən 52, yəni 156, o deyəcək 206. Deməli, bunun cavabı olacaq 206. Sonra, baxırıq burada nəyə? 92-ci suala. 92-ci sualda bizə deyir ki, aşağıdakı sözləri ümumidən xüsusiyə doğru sıralayın. Ümumi, yəni böyükdən kiçiyə doğru deməkdir. Böyükdən başlasaq, ən böyük anlayış burada informatika anlayışıdır. Ondan sonra gəlir kompüter. Kompüterdə monitor var, monitorun içində proqrama baxırıq. 1, 4, 3, 2. 93-cü sualda qeyri-açıq sualdır. 27-dən 15-in cəmi 42 eləyir, 3-ə bölürsən 14, tərsi 41. Bunların cəmi 54, 3-ə bölürsən 18, tərsi 81. Burada da 57, 3-ə bölürsən 19, tərsi 91. Burada bunların cəmi verəcək 69. 69 3-ə bölürsən 23, tərsi 32 alınır. 94-də aşağıda 6, yuxarıda 31 verib. 31-in rəqəmlər cəmi 4. Aşağıdakından 2 vahid kiçikdir. Baxırıq yuxarıda, burada eləyəcək 12, burada eləyəcək 14. Deməli 14, 12-dən 2 vahid böyükdür. Burada 3, 5. Burada 11, aşağıda 13 verib. Burada verib 7, onda bizdə neçə olmalıdır? 2 vahid böyük olması üçün 9 olmalıdır. Deməli, suallar bitdi, bəli. Həm də B variantının izahını verdik. Növbəti sınaqlarda görüşənədək sağ olun, salamat qalın.